Salamlayıram sizləri. Bu gün Visual Studio 2015 tanış olacaq. Deməli, burada siz Start page görürsünüz. Bu New page, Open project, Open from source control və burada axında işlədiyimiz proyektlərdir. Sonra bu internetə girmək üçün Azura bağlana bilərsiniz və yaxud da Office-ə girə bilərsiniz. Microsoft Office. İxtira xəbərlərə baxa bilərsiniz, nə baş verib. Deməli, biz nə edəcəyik? Biz o formda işləyəcəyik əvvəlcə. Yəni bir dənə form özəl açaq. Windows Form Application. Bura ad veririk. Sansın verək. İlk dərsimiz. Okay. Deməli, burada Solution hissəsi var, Solution Explorer. Burada Toolbox var. Toolboxda istifadə edəcək elementləri olacaq hamısı burada. Daha sonra bu Start hissəsidir. Qalanları ilə də işləyicdə tanış olacaq. Gəlin belə bir sadə proqram yazaq. Proqramlaşdırmada həmişə işə başlayanda Hello World sözündə başlayırlar. Yəni biz formda da belə bir şey adətə pozmayaq. Bir dənə button qoyaq bura, misal üçün. Button. Yəni buna bir ad verək. Burada text hissəsi var. Text, buna ad verək bir dənə. Qoyaq adını Salam Dünya. Salam Dünya. Gəlin bunu bəs böyüdək şriftini. Bura font səsi var, onu basırıq. Gəlirik, bold qoyaq buranı. Buranı qoyaq 16 və OK eləyək. Burası böyüdük. İndi gəlin buna bir rəng verək. Belə maraqsız olur. Deməli, back color eləyək. Bu rəngdə. Gəlin formumuza da bir şey verək. Rəng verək. Və şəkil qoyaq formun dalına. Deməli, background image hissəsi var burada. Ora daxil oluruq. Və dəyişirik. Bura propertiesi əlavə etməyə daha məqsəd uyğundur. Daha sonra baxa bilərsiniz. Deməli. İçərisə giririk. İstədiyimizi bir seçək burada. Penguenlər olsun. OK. Oldu penguenlər burada fərq format. Bu form sözü isə yaxşı qəşəng görükmür burada. Yəni o dəyişək. Form text. Adını qoyaq. Salam Dünya olsun. Dünya. Gəlin buraya ikonunu qoyaq bir dənə. İkonu internet tapacağıq hazırda. Deməli, girik Google-a. Yazırıq icon. Smile. Smile. Kreativ öyrəşmək üçün təzə olmayır. Üzr istəyirəm o. Deməli, Smile icons.
yüklənsin. Bu ikonlardan birini yükləyəm, zaten bu şey görüşür. Aha. Burada download icon. Başlıyor yükləməyə. Baxırıq harada yükləmiş. Yazırıq show in folder. Aha, deməli gedib download'a gedib. Deməli gedirik Visual Studio'muza. Və burada iconla yer tapırıq. Deməli Snapchat icon. Icon. Gəlir bura. Belə bir məsələ seçirik iconumuzu. Seçdik ikonu, okey. Artıq oyun kodumuz da var. Yəni bu iki sadaq bir. Anlatılandır. İndi gəlin buna bir söz yazacaq ki, düymə basın heç olmur, gördüyünüz ki. Söz yazacaq və cavab çıxsın. Deməli, giririk boxumuzun içinə. İki dəfə klikləyərək buradakı. Yazırıq message box. Başlayın. Deyəm ki, klaviyatı təzədir, əlimə öyrəşməyib. Message box. Toçka show. Düz istəyirəm. Hansı dildə də dəyişik. İngiliz olsun. Toçka show. İki dənə mütəzən arasında yazırıq. Hello world. Və əvvəl nöqtəyə vergimizi qoyuruq. Gəlin ilk proqramımıza salaq. Mən bu notda proqram videonu sonlandırmaq istəyirəm. Birinci dərsdə baxdığınız üzrə minnətdaram. Çox sağ olun.